Qəbul imtahanı həyəcanı geridə qaldı, indi isə abituriyentləri növbəti vacib mərhələ gözləyir. İxtisas seçimi artıq başlayıb və minlərlə abituriyent gələcəyini müəyyən edəcək qərarı verməyə hazırlaşır. İxtisas seçimi zamanı nələrə diqqət etmək tövsiyə olunur? Baxaq. Aylardır davam edən hazırlığın ən məsuliyyətli mərhələsi artıq başlayıb. Bugündən etibarən başlayan ixtisas seçimləri avqustun 19-una qədər davam edəcək. İndi isə hər bir abituriyentin qarşısında yalnız bir sual var. Hansı ixtisası seçməliyəm? Çünki veriləcək hər bir qərar onların gələcək təhsil və karyera yolunun ilkin addımlarından biridir. Bəzən plan yerlərinin azalması yaxud abituriyentlərin əksəriyyətinin daha yüksək bal yığması hallarına görə 500-600 bal toplayan tələbələr də kəsilə bilir. Bu nəzərdən ixtisaslar və sıralamalar diqqətlə seçilməlidir. Bəs abituriyentlər öz seçimlərini nəyə əsasən edir? Əsasən İqtisad Universitetini istəyirəm. İlkin olaraq da oranı yazacağam. Daha sonra Bakı Dövlət, sonlarda isə memarlıq inşaat. İşimi riskə atmamaq üçün peşəkar müəllimə həvalə edirəm kodlaşdırmamı. Abituriyentlər topladıqları bala uyğun ixtisasları sıralayır. Gələcək karyeralarını buna görə müəyyənləşdirirlər. Bu proses onlar üçün vacib mərhələ hesab olunur. Bəs abituriyentlər seçim zamanı nələrə diqqət etməlidir? Doğru seçim üçün hansı prinsiplərə əməl olunmalıdır? İlk 5 yerə balımızdan yuxarı, hətta 100, 50, 70 yuxarı olan yerləri yaza bilərik. İkinci 5 yerdə isə balımız çərçivəsində yerləri yazmalıyıq. 400 balımız varsa 420, 430, 370, 380. Amma son 5 yerə isə balımızdan daha aşağı 100, 70 daha aşağı yerləri yazmalıyıq ki, ən pis halda həmin bizim seçdiyimiz ixtisaslara balların qalxma ehtimalı olarsa biz çöldə qalmayıq. Yəni universitetə qəbul ola bilək. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd eləməlidir. Hər hansısa bir ixtisas üzrə həm dövlət sifarişi, həm ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə 2 dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd eləməlidir. Bəs ümumi qruplar üzrə rəqabət necə olacaq? Qruplar üzrə 3-cü qruplarda və digər qruplarda müəyyən qədər gərginlik var. Ayrılmış plan yerləri toplanılan balların sayına uyğunluqda daha aşağıdır. Misal üçün, 3-cü qrupda ən azı 11 mindən çox abituriyentin kəsiləcəyi gözlənilir. İkinci ixtisas qrupunda bir çox ixtisasların 150 bala endirilməsi, yəni burada ümumilikdə əgər abituriyent blokdan 50-ni keçirsə və ümumi balı 150-dən çoxdursa, onun üçün xeyli ixtisaslar açmış olur. Ekspertlər abituriyentlərə seçim zamanı maksimum dərəcədə diqqətli olmağı və onlara verilən 15 xananı məharətlə doldurmağı məsləhət görür. Həmçinin abituriyentlər Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhətlər Mərkəzindən ödənişsiz şəkildə peşəkarların məsləhətlərindən yararlana bilərlər. Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 12-dən 19 avqust saat 23:59-a dək internet vasitəsilə aparılacaq. Elvina Quliyeva, Fərid Məmmədov, Mələk İnqilablı, ATV Xəbər.